Hamdolsun herkese bir bir numaralı mesela her gadasına bakacak. Ben çevrenin 1/4 hissesi verilip. Ben AK radyosu verilip. AK radyosu demeli 12 bu radyosu. Bu radyosu verilip 12. Bir de perimetre ABCD'nin yani perimetri verilip 32. Deməli bizden soruşur. Hemen bu sarı renklere inlemiş hissənin yani perimetri yani BL üste gel LK üste gel BD ve DK deməli bu hissəni istəyir bizden. Bu bu tarafın ümumi bu büyük tarafın ve bir de bu tarafın cəmlərini istəyir. Bu tapmaq için əvvəlcə gəlin bize verilmiş ABCD düzbucağlısını AB tərəfinə bir A deyək. AB tərəfinə bir B deyək. Bizə şərti verir ki, bu düzbucağlının perimetri yəni şey bərabərdir 32'ye beraberdir. 32 A üste gel B beraberdir. 32 bölünsün 2. A üste gel B'nin cəmləsi beraberdir 16'ya. Bunu böyle saxlayaq. Biz dedik ki AK nədir? Radiusdur. AK radiusda düzbucağın diagonalları birbirine beraber olduğundan deməli BD diagonaldır. BD nədir? Diagonaldır. Biz AC diagonalını çəksək burada AC diagonalını çəksək AC diagonal olduğundan AC beraberdir BD o da beraber olan şeye radiusa. Bak biz fikir versek görürüz ki AC diagonalını çəksək AC diagonalları hem de nedir? Radius. O da beraber olan radiusuna şeydir 12'ya. Biz deməli BD-nə tapdığını işlədik. BD-nə tapdığını işlədik buradan 12. Yani bu tərəfi tapdıq. İndi biz bu çevrenin yani çevrenin 1/4 hissəsinin bu tərəfin uzunluğunu tapmaq üçün yani ne edebilir ki? Yani bu çevrenin 1/4 hissəsi olduğu için yani çevrenin uzunluğu yani hesapları ile beraber 2pi bir düsturuyla deməli bu çevrenin 1/4 hissəsi olduğu için biz 2pi ile bölünməliyik 4'e. Burada radius bize 12 verildiği için 2pi vurulsun 12 bölünsün 4. O da beraber 2'nin 12 oranı 24 pi bölünsün 4 beraber neçəyə? 6 pi'ye. Deməli biz burada ne tapdıq? LK'nın uzunluğu neçəymiş? 6 pi'ymiş. LK'nın uzunluğu neçəymiş? 6 pi'ymiş. Bu hissəni tapdıq. Deməli biz LK'nı tapdıq. Deməli BD'ni tapdıq. İndi bizə lazımdır LB və DK. LB və DK'nı tapmaq üçün deməli biz burada A və B'nin cəmini tapmaq üçün 16. İndi biz buradan BL'i tapmaq üçün BL beraber olacaq. Ümumi AL radius olduğundan radius da 12'ye beraber. BL beraber olacaq şey 12 çıxılsın A'ya. DK da DK beraber olacaq. Biz ümumi AK'ya AK radius olduğundan AK beraber de 12. Biz de A diye
adi tərifini B dediyimiz üçün deməli DK bərabər olacaq 12 çıxılsın B-yə. İndi bizə də bu ştrixlənmiş hissəni, yəni sarı rənglə rənglənmiş hissənin, yəni perimetri BL üstəgəl LC üstəgəl BD üstəgəl DK olduğu üçün indi buradan tapdığımız qiymətlər yerinə yazsaq BL tapmış 12 çıxılsın A. 12 çıxılsın A. Üstəgəl. Deməli LC-ni tapdıq. LC yox, daha doğrusu LK-nı. LK-nı tapdıq neçə idi? 6 pi. 6 pi. Üstəgəl. BD-ni neçə tapmışdıq? Deməli BD dedik ki, nəyə bərabərdir? Radiusa bərabərdir. BD-ni tapdıq 12. DK neçəyə bərabərdir? DK-nı tapmışdıq 12 çıxılsın B. 12 çıxılsın B. Bərabərdir. 12, 12, 12. 3-dən 12 elədi. 36 üstəgəl. Üstəgəl 6 pi və çıxılsın A, çıxılsın B. Biz də buradan 36 üstəgəl 6 pi-ni mənfi A çıxılsın B-ni biz yəni mənfini qabağa verib bu şəkildə yazsaq, yəni mənfini mötərizə xaricə çıxardıq. A üstəgəl B-ni mötərizə daxilinə yazsaq, biz də ABCD-nin ABCD düzbucağının perimetrindən A ilə B-nin cəmini tapmışıq neçə? 16. Yəni 36 üstəgəl 6 pi A üstəgəl B-nin cəmini tapmışıq neçə? 16. Çıxılsın 16. Bu da olur. 36-dan 16 çıxanda neçə qalır? 20. 20 üstəgəl 6 pi. Deməli bizə verilən, yəni bizdən soruşulan sarı rəngdə, yəni hissənin perimetri, yəni neçəyə bərabərmiş? 20 üstəgəl 6 pi-yə bərabərmiş. Yəni belə videoların maraqlı misal həllərini, yəni həll qaydalarını davamlı olaraq gəlmək istəyirsə videomuzu bəyənin, paylaşın və dərslərimizə qeydiyyat davam edir.